Bugün axşam saatlarında Zabrat 2 Sabunçu istiqamətində hərəkətdə olan qatarın qarşısına qəflətən bir nəfər çıxıb. Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da məsafə az olduğundan hadisə qaçılmaz olub. Ərazidəki əməkdaşlar tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya aparılıb. Azərbaycan Dəmir Yolları bir daha insanları dəmir yol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır deyə qurumun məlumatında bildirilir.